problemlər olur. Tamam. Birinci başlayayım. Obyekt yönlü proqramlaşdırma nə deməkdir və nəyə görə bunu mən bootcamp kimi eləməyi seçdim? Deməli, tələbələrin ən çox çətinlik çəkdiyi hissə buradır. Məsələn, fərqi yoxdur. Frontenddən və ya backenddən öyrənməyə başlamısınız. Gəlib obyekt yönlü proqramlaşdırmaya çatanda burada daha çox klasslar, obyektlər söhbəti içəri girir deyə və bəzi qaydalar var. Onlar içəri girir deyə çox çətinlik yaranır onlar üçün. Amma bu obyekt yönlü proqramlaşdırma prinsiplərini ilk olaraq bunu aydınlaşdırmağınızı istəyirəm ki, hər hansı bir dildən, hər hansı bir texnologiyadan asılı deyil. Yəni Java üçün də, C# üçün də, JS üçün də, yəni bunlar eyni cür keçərlidir. Sadəcə implementasiya dildən asılı olaraq dəyişilir. Məsələn, mən indi Java üzərindən izah elədiklərim C#da da var. Təbii ki, kod implementasiyasını Java-ya görə fərqli açar sözlərindən, fərqli sintaksislə gedəcək. Amma C#da digər proqramlaşdırma dillərində fərqli sintaksislə gedəcək və cüzi fərqləri ola bilər. Məsələn, ola bilər ki, burada bunun adına final deyirlər, o biri tərəfdə onun adına məsələn const deyirlər, yəni nəsə belə fərqlər ola bilər. Amma təbii ki, məsələn, mən nə gördüm? Mən sadəcə Java-dan obyekt yönlü proqramlaşdırma bilirdim. Amma Microsoft-un imtahanına girəndə MTA sertifikatları əvvəl olurdu. O imtahana girəndə orada C# üzərindən idi. Çünki C# yəni Microsoft-un da o baxımdan. Onun üzərindən idi və heç bir çətinlik çəkmədim də. Yəni sadəcə mən obyekt yönlünü bilirdim deyə normal elə minimum balı toplayıb sertifikatı aldım. Deməyim odur ki, bu bilgilər sizin hər yerdə işinizə yarayacaq. Fərq yoxdur, hansı proqramlaşdırma dili ilə davam edirsiniz. Ümumiyyətlə klassa baxanda klass proqramlaşdırma dilləri fərqlidir də. İndi var class based proqramlaşdırma dilləri. Məsələn, bu Java-da, C#da. Bir də var non-class based. Bunlar məsələn Python-dır, bunlar JavaScript-dir. Bunlar klasslara bölünmürlər. Yəni yeni bir klass yaradım deyil. Hamısını belə ardıcıl kod olaraq yazılır, gedirlər. Amma sadəcə klass dediyimiz, məsələn, mən də sizin üçün sıfırdan bir proyekt qurum. New project deyək, OEP bootcamp Day 1. Aha. Və bunun içərisində indi mənim üçün avtomatik olaraq eyni adlı bir klass yaranacaq. Məsələn, OP Bootcamp Day 1. Bunun adını sadə bir şey eləyim. Sonra çaşqınması, refaktor, nəsəm, nəsə circle qoyum. Gördüyümüz normal klassdır. Və bu klassın daxilində klassların strukturları fərqli-fərqli olur. Bu klass bizim üçün executable klassdır. Yəni, içərisində main metodu saxlayır və mən bu klassı run eləyə bilirəm. Bu klassın içində, main metodunun içində yazdığım hər bir kod mənim üçün icra olunur. Amma bir də var klasslar, hansı ki, bu kod bu main metodunun içərisində olmur. Bu non-executable, yəni icra olmayan klasslardır və bunlar main klassda hər hansı bir kodları yazmaq, işləri görmək, nə bilim, obyekt yaratmaq, connectionlar yaratmaq üçün lazım olan digər klasslardılar. Bunlardan strukturu yaratmaq üçün istifadə edirsiniz, servis yaratmaq üçün istifadə edirsiniz və s. Məsələn, indi sizə nümunəni onun üzərindən göstərəcəm. Məsələn, bu gördüyünüz normal klassdır. Bu public açar sözləri haqqında ikinci gün məlumat verəcəm. Amma əsas olaraq açar sözü klass və ondan sonra klassın adı. Bütün proqramlaşdırma dillərində qəbul olunub ki, klassların adları böyük hərflərlə başlasın və nəyi təmsil eləyirsə o ada uyğun olsun. Məsələn, circle məndə hal-hazırda hər hansı bir obyektin deməyim də, hər hansı bir məfhumun datasını özündə saxlayacaq. Circle deyə bir məfhumun datasını özündə saxlayacaq. Və datanı özündə saxlamaq nə deməkdir? Onun hər hansı bir propertilərini özündə saxlayacaq. Yəni, məsələn, circle üçün, tutaq ki, biz deyək, bir ad məfhumu var, propertisi var. Bir də deyək ki, məsələn, color propertisi var. Və bu propertilər özləri hər hansı tipdədirlər. Məsələn, Java üçün bu tip name üçün stringdir. Color üçün də stringdir təbii ki.
Yəni string tipi, ümid edirəm ki, bu qədərini artıq bilib gəlirsiniz. String tipi hər hansı bir yazı məlumatını özündə saxlamaq üçün olan bir tipdir və biz adı və coloru string olaraq göndərəcəyimiz üçün bu tiplər bizim üçün stringdir. Hal-hazırda çox da sizə aydın olmasa, ola bilər sabahki dərsdə onu sizə izah edəcəm. Bunun qabağına access modifier yazıram. Bu access modifierlar bizə bu iki dənə propertini kimlər görə bilər? Bir klass yaradıcısı, yəni developer, mən deyirəm ki, bu circle klassın adını və colorunu hər kəs görə bilər. Publicdir. Public demək o deməkdir. Və bu klassı hər kəs əlçatanlığı var. Fərqli access modifierlar var. Private, protected və default Java üçün. Dediyim kimi bunlar haqqında sonra danışacağıq. Bu dəyişənlər klassın instant dəyişənləridir. Instant. Nəyə görə instant? Çünki bu klassın obyektini yaratmasaq biz main metodun içərisində bunlara hər hansı bir dəyər mənimsədə bilmərik. Klassı necə düşünün? Klassı bir şablon kimi düşünün. Bu bir şablondur. Bu şablonun çoxlu fərqli versiyalarını yaradıb, çoxlu fərqli dəyişən adları qoya bilərik buna. Bunun adı circle, nəsə bunu dəyişdirib, böyüdüm. Həm düşünün böyükdür, fərqi yoxdur da, yəni görünür. Circle içərisində name parametri var, sonra bir də içərisində color parametri var. Və düşünək bu şablondur. Təbii ki, bu parametrlərdən başqa parametrlər də var. Sadəcə bunu hələ ki izah eləmək istəyirəm, sonra növbəti hissəyə keçək. Mən bu circle-un, məsələn, hər hansı bir fərqli nüsxəsini yaradım. Məsələn, adını qoyaq. Tutaq ki, circle 1. Artıq bu indi burada yaratdığım obyektdir, circle 1 obyekti və onun name-inə, tutaq ki, name qoyuram. Tutaq ki, K-circle-u, nəsə bildiyimiz elə belə bir ad və onun coloruna qoyuram red. Mən istənilən sayda bu circle-ın nüsxəsi olan fərqli obyektlər yarada bilərəm. Bunun adı S1-dir, bununki S2 olacaq, bununki S3 olacaq, bununki S4 olacaq. Onların name'lərini fərqli də qoya bilərəm, colorlarını fərqli qoya bilərəm. Əsas eynilik nədən ibarətdir? Hər bir circle-ın name propertisi var və color propertisi var. Hər ikisinin içərisində bu properti var. Fərqi yoxdur. Biz ona nəsə mənimsədirik və ya mənimsətmirik. Biz əgər bunları nəsə mənimsətməsək, by default hər hansı bir obyekt yaratsaq, bunların içərisinə null görəcək. Null, yəni bildiyimiz boş dəyərlər deməkdir. Sizin əgər sualınız olsa, mütləq dərəcədə dayandırın. Mən o hissəni izah edeyim, sonra keçin. Fərqi yoxdur. İndi burada access üçün məncə hər kəs özü avtomatik qoşula bilir də. Aha, əla. Çünki burada təkrar baxmıram deyə bura. Hər kəs avtomatik qoşula bilir. Əla. Qayıdıram bura. Bu propertilər bizim hər bir obyekt üçün fərqli olacaqlar və adları instant dəyişənlər adlanır. Amma bir də var, klassın özünə aid olan və bütün obyektlər üçün eyni dəyərləri saxlayan statik dəyişənlər. Statik dəyişənlər nə deməkdir? Məsələn, yazıram public, statik açar sözündən yazılır, statik. Məsələn, deyək, int id. ID qoymağım bir şey deyil. Nəsə deyim. ID qoyaq da, fərq yoxdur. Bu statik dəyişənin dəyərinə mən neçə mənimsədirəmsə, fərqi yoxdur. O, bütün bu dəyişənlər üçün eyni dəyərdə olacaq. Məsələn, circle-da deyək ki, ID-yə 9 vermişik. Artıq avtomatik olaraq S1-də, S2-də, S3-də, S4-də hamısının ID-si 9 olaraq qalacaq. Və Java-da, C#-dan fərqli olaraq statik dəyişənlərə klassdan deyil də, eyni zamanda obyekt üzərindən də çağırılmalar eləmək olur. Amma C#-da buna məsələn icazə verilmir. İndi gəlin bu implementasiyanı sizə kodda göstərim ki, ümumiyyətlə klassın obyektini yaratmaq nə deməkdir və necə yaradırıq obyekti, necə istifadə edirik. Məsələn, burada bir dənə new Java class yaradıram, hansı ki adı main olsun və içərisində main metodu saxlasın. Main metodu bizdə JVM-in
Java virtual maşın main metodu üçün gəzir ki, həmin metodu implementasiyada istifadə edəsin. Və metodu test alsın. Aha. İndi hal-hazırda gördüyünüz kimi mənim 2 dənə klassım var. Bir, bu non-executable classdır. Bir də bu main executable classdır. Çünki bunun içərisində main metodu var. Mən main metodunun içərisində circle-ın obyektini yaradıram. Əvvəlcə tipi yazıram. Tip elə klassın öz adıdır. Ondan sonra ona ad verirəm. İstədiyimiz ad ola bilər. Burada C də qoya bilərsiniz, circle da qoya bilərsiniz, P də qoya bilərsiniz, K da qoya bilərsiniz, fərqi yoxdur. Prosta oxşar olsun deyə circle qoyuram. Bu arada Java case sensitivdir. Və case sensitive nə deməkdir? Kiçik hərflə böyük hərf bir-birinə fərqlənir. Yəni bu circle demək deyil. Bu klassın adıdır, bu bizim obyektimizin adıdır. Obyekti yaratmaq üçün bərabərdir və new açar sözü. New'dan sonra konstruktor çağırırıq. Konstruktor budur. Klassın öz adı və mütərizələr. Hal-hazırda indi deyə bilərsiniz ki, bu hardan gəldi? Circle-ın içərisində elə bir şey yoxdur. Onu izah edeyim birinci. Konstruktor obyekti yaratmaq üçün bizim istifadə etdiyimiz metod növüdür. Və əgər sizin klassınızın içində konstruktor yoxdursa, Java virtual maşın by default olaraq default konstruktoru yaradır. Bunun adına deyirik biz default konstruktor. Yəni default konstruktor nədir? Heç bir property öz daxilinə götürmür. Və daxilində gördüyü iş, bilirsiniz nədir? Gördüyü iş sadəcə bu circle-ın bir nüsxəsini yaratmaq. Belə bir boş nüsxəsini yaratmaq. Hal-hazırda mən bu kodu run eləsəm, siz də görəcəksiniz ki, heç bir şey baş vermədi. Heç bir şey baş vermədi. Amma arxa fonda yaddaşda mənim üçün bu burada göstərdiyim şəkildə bir circle yarandı. Hər iki dəyəri də nulldur. Bunu məsələn təsdiqləmək üçün belə də edə bilərik. Cout-da yazaq ki, cout burada Java-nın print operatorudur. Circle. Təbii ki, burada circle-ın name'ini və circle-ın boşluq qoyaq burada. Color-unu görməyi seçək. Və bu gördüyünüz versiya mən obyekt üzərindən obyektin propertisinə əlçatanlıq qazanıram. Yəni mən circle-ın name'ini, buradakı name'ini və color-unu circle obyektini yaradandan sonra çağıra bilirim. Və indi hal-hazırda bunu çapa versəm, təbii ki, içinə heç nə yazmamışıq deyə hər ikisini baxın null olaraq görürsünüz. Dəyərləri necə mənimsədirik? Çox sadə şəkildə yazırıq ki, məsələn, circle name bərabərdir. Məsələn, first. String olduğu üçün stringi biz double quote-da yazdırıq, qoşa dırnaq arasında. Circle color. Buna da yazaq. Evet. Artıq bu addımdan sonra mən istənilən yerdə bunlara çapa versəm, bunların dəyərlərini olaraq görəcəm. Amma gəlsək ID məsələsinə. Məsələn, mən bunu burada birbaşa 9 mənimsədirəm. Obyekt üzərindən ID-ni çağırsam, hər hansı bir başqa sətirdə. Circle ID. Və görəcəksiniz ki, mən burada ID-yə heç nə mənimsətməmişəm, amma avtomatik olaraq ID-nin dəyərini görürəm. Çünki ID özü statik dəyişəndir, class dəyişəni buna deyil. Class yarandığı anda, yəni burada mən main-də run basandan sonra class yarandığı anda avtomatik olaraq o klassın obyekti, klassın statik dəyişənləri yaranır. Klassın statik dəyişəni yarandı. Statik dəyişən demək, bütün obyektlər üçün eyni dəyərə sahib olan bir dəyər deməkdir. Və əgər hər hansı bir obyekt üzərindən o dəyəri siz dəyişsəniz, digər obyektlər üçün də fərqli olacaq. Məsələn, hal-hazırda mənim ID 9-dur və bunlar üçün ID-nin 9 olduğunu gördünüz. Normal olaraq fərqli hər hansı bir obyekt yaratmaq istəsəniz, bu arada sonsuz sayda obyekt yarada bilərsiniz. Circle, yəni circle 1 deyəcək burada sizin üçün. C1, new circle.
və indi bunun siyah altında C1.id'i çağırsam, yenə də 9 görəcəksiniz. Bu arada bu class dəyişənidir deyə, baxın burada 9 görünür. Bu class dəyişənidir deyə, bunun birbaşa class'ın adı ilə çağırmanız daha məqsəd uyğundur. Məsələn, circle id. Bunda eyni dəyər görəcəksiniz, fərqi yoxdur. Dəyəri, baxın, burada 9 olaraq qalır. Buraya qədər sualınız varmı? Anlaşılmayan hissə, class, obyekt, konstruktor, property. Çünki əgər varsa, mən izah edeyim, sonra davam edək. Heç narahat olmayın. Bilirəm ki, var. Amma əgər yəni ilk dəfə eşitmirsinizsə, təbii ki, məncə anlayırsınız. Aşağı yuxarı. Bəli, gənclər. Tamam. Ən azından arada bir buradan baxıram ki, mənim yaşıl işığım yanır da. Birdən sönsə görməyəcəm. Səsim gəlirmi, gəlmirmi deyə. Tamamdır. Qoy görüm, mən telefondan qoşula bilirəmmi bura? Nəysə qalsın. Düşünürəm ki, varsayıram ki, bunları anlamısınız. İndi keçirəm metodları izah eləmək. Class metodları və instant metodları. Ondan öncə birinci bir konstruktoru izah edeyim. İndi bayaq dediyim, buradakı bu kod hissəsi, hansı ki bizim üçün konstruktor rolunu oynadı, hansı ki JVM onu avtomatik olaraq yaratdı. Bu konstruktor demək, baxın budur. Konstruktor, public yazın buna. Circle, konstruktorun adı, klassın adı ilə eyni olmalıdır. Başqa versiyada yazdığınız hər hansı bir söz konstruktor sayılmır bizim üçün. Və yaxud burada hər hansı bir tip yazsanız, bu artıq konstruktor sayılmır. Bu, circle adlı bir metoddur. Amma bizim konstruktorumuzun tipi olmur, access modifier ola bilər və parametrləri ola bilər. Bax, burada hal-hazırda yaratdığım bu kod bayaq JVM-in default olaraq yaratdığı default konstruktordur. Default konstruktorda içərisində heç nə yoxdur. Amma hal-hazırda, məsələn, mən bu konstruktoru dəyişdirsəm, parametrli konstruktor eləsəm, string name, bir də string color. Bunları indidən qarşıdırmayasınız. Nəsə, qarşıdırmazsınız məncə. This, izah edəcəm çünki. This, that, name, bərabərdir name və this, that. Color, bərabərdir color. İndi gəlin burasını izah edin sizə. Bayaqki konstruktorumuz heç bir parametr götürmürdü. Parametr götürmədiyi üçün biz ilk olaraq obyekti yaradırdıq, sonra obyektin parametrlərinə dəyərlər mənimsədik. Amma hal-hazırda mənim təklif elədiyim konstruktor elə obyekti yaradan anda parametrləri mənimsədir bu dəyişənlər. Parametr olaraq name atmışam, həmin name'i götürmüşəm, demişəm ki, this name, yəni ki, obyektin name'i bərabərdir mənim parametr olaraq göndərdiyim söz və ya this color, yəni obyektin coloru bərabərdir mənim parametr olaraq göndərdiyim colora. Və hal-hazırda compile time'da Java Virtual Machine görür ki, mən özüm üçün konstruktor yaratmışam. Və o avtomatik olaraq default konstruktoru yaratmağı dayandırır. Səbəb çox ola bilər. Təbii ki, mənim proqramımın təhlükəsizlik sisteminə girişmək istəmir. Yəni necədir? Düşünür ki, ola bilsin developer düşünür ki, ona boş obyekt lazım deyil. Ona elə obyekt lazımdır ki, yaradılan kimi dəyərlər ona mənimsədilsin. Məsələn, indiki halda mən obyekti boş yaradırdım. Heç istəsəydim bunları mənimsətməyə bilirdim. 100 sətr sonra mənimsədə bilirdim. Amma bu yeni yaratdığım konstruktorla mən gərək avtomatik olaraq bu dəyərləri bura mənimsədim. Yəni, avtomatik olaraq nə mənimsədəcəm? C2 bu name üçün, bir də color üçün. Evet. Yəni, bununla bu versiyanın hər ikisinin fərqinə baxın.
Burada bir sətirdə obyekt yaradıldı, obyektin dəyərləri mənimsədildi. Burada isə bir sırada bu yaradıldı, növbəti sətirlərdə mən ona gərək mənimsətmələr eləyərəm. Hal-hazırda bu xətanı aradan qaldırmaq üçün iki üsul var. Birinci, parametrləri göndərirəm və ikinci üsul gedib bunun eynisini, bu konstruktorun qarşılığını orada yaratmalıyam. Burada sizə təklif eləyir, get deyir ki, konstruktor yarat circle adlı bu circle-ın içərisində. Mən bunu sizə elə bayaq yaratmağı göstərmişdim. Nə idi? Public. Public yazmasaz da olar. Public yazmasaz o default olur. O hissəni qarışdırmayasınız deyə hal-hazırda sadəcə public-lə yazmağı öyrənin. Sadəcə bizim boş konstruktorumuz. Bayaq bu kodu yazmaq məcburiyyətində deyildi. Çünki bizim heç bir konstruktorumuz yox idi və Java virtual maşın bunu özü avtomatik yaradırdı. Amma biz konstruktoru yaratmağa qərar verəndən sonra dedi ki, okey, əgər konstruktoru bunu yaradırsan, sənə lazımdırsa bu konstruktoru da özün üçün yarat. Burada sualınız varmı? İndi buradakı xəta aradan qalxacaq. Biraz soyuqlanmışam. Ola bilər səsimdən hiss olunsun. Sualınız var mı burada? Narahat olmayın. Sualınız olanda sual verin. Ya da başa düşməyəndə deyin. Biraz da, nə bilim, daha açıq mı deyin, ya sadə mi deyin, izah etməyə çalışın. Belə. Hal-hazırda bu iki dənə fərqli konstruktorun olması prosesinə overloading deyirlər. Overloading, yəni mən eyni adlı metoddan ya eyni adlı konstruktordan iki dənə yaratmışam. Biri parametrlidir, biri parametrsizdir. Mən bunun üçüncüsünü də yarada bilərəm. O sadəcə bir parametrli ola bilər. Dördüncüsünü də yarada bilərəm. Hansı ki, iki dənə bu parametri var, bir dənə də ID-ni götürür özünə və mənimsədir. Burada konstruktorları yaratmaqda əsas qayda, overload olmuş konstruktorları yaratmaqda əsas qayda odur ki, sizin konstruktorların adları eyni olsun, parametrləri isə fərqli olsun. Access modifier'ın dəyişməyi buna fərqi yoxdur. Əsas odur parametrlər ya fərqli olsun, sayları eynidirsə də ardıcıllıqları fərqli olsun. Məsələn, burada string name, string color'dır. O birisində ID, int ID, string name. O birisində int ID, string color qoya bilməzsiniz. Çünki birinci int, sonra string gəlib, okey, orada qarışacaq. Stringdən ID-nin yerini dəyişə bilərsiniz. Birinci name'i götürər, sonra ID-ni götürər. Belə-belə siz bir neçə overload olmuş konstruktor yarada bilərsiniz. Deyə bilərsiniz ki, nəyimizə lazımdır bu? Overloading başqa metodlar üçün təbii ki, lazımdır daha çox. Amma hal-hazırda da bura gəlmişkən onun da kritik qaydalarını sizin üçün izah elədim. Hal-hazırda main daxilində biz iki dəfə fərqli konstruktorlardan istifadə edərək obyektlər yaratmışıq. Bu obyektlərin bir-birindən üstün və ya əksik heç bir tərəfi yoxdur. Hər ikisi eyni iş görür. Sadəcə burada bir işi 3 sətrə görür. Burada isə bir işi eyni sətrin içərisində doldurub qutarırsınız. Bu oldu konstruktorlar. Bir də klasa aid başqa metodlar yaratmaq necə olur? Onları sizə göstərim. Metodların özləri də statik və non-statik ola bilir. Yenə bayaqki qayda ilə, əgər metodun qabağında statik yazılıbsa, bu klasın adı ilə çağırıla bilir. Yox, əgər statik yazılmayıbsa, onun üçün gərək biz klasın obyektini yaradaq və həmin obyekti birinci çağıraq, onun üzərindən metodu çağıraq. Gəl hər ikisinin fərqini göstərəcək nümunə göstərək. Məsələn, deyək ki, bir dənə public, çox ümid edirəm ki, metodların nə olduğunu bilirsiniz, metodların növlərini bilirsiniz. Çünki metodları mövzusunu burada əhatə eləməyəcəm. Metodlar iki cür olur, ən azından bu girişi eləyim. Void tipli metodlar, yəni heç nə dəyər qaytarmayan və return type metodlar, hansı ki bizə dəyər qaytarırlar. Dəyər qaytarmayanları biz adı ilə sadəcə burada çağırırıq. Dəyər qaytaranları isə system out print line-in içərisinə çağırıb görəcəyik. İndi mən hər ikisindən bir şey göstərəcəm. Məsələn, birinci bir dənə public void nə yazım? Print detail. Print detail deyə bir metod yaradıram. Bunun işi nə olsun? Coutda ID-ni və name'i və
Name bərabərdir. Name plus boşluqda yazın color bərabərdir color. Name, color. Və bu bizdə non-static metoddur və eyni zamanda void tipli metoddur. Hansı ki, yəni mən sadəcə main-in içərisində çox uzun olmasın burada. Main-in içərisində circle obyektini çağırıram. Nokta. Baxın, burada print detail avtomatik olaraq gəldi. Circle print detail, bunu run edəndə siz görəcəksiniz ki, bunu biraz qaldırım. Və bu hissə print detail'in gətirdiyi koddur. Gedir, metodun içinə getsək baxsaq, kontrolla basıb üstünə gedirəm metodun yanına. Burada əl işarəsi yaranıb, bura yönləndirir. Name, baxın, burada da name sözü çapa gedib, name isə 2-dir, onu çapa verib, color'da reddir, onları da çapa verib avtomatik olaraq. Bu non-static metoddur və void metoddur. İndi sizin üçün bir dənə static metod yaradacağım. O isə return type'lı olacaq. Public static. Static bu arada non-access modifier'dır və access modifier'dan sonra yazılır. Adını nə qoya? Bir dənə tip seçək buna. Nə qaytarsın? String qaytarsın. Mesela. String. Ya, bu ID qaytarsın bizə. Int olsun. Int. Get metodları kiçik hərflərlə başladırıq. Get ID, return ID. ID bizdə statik dəyişəndir də, düzdür? Və burada ID. Statik dəyişən olduğu üçün biz bu statik dəyişəni statik metodun içində get ediyor. Məsələn. Statik olduğu üçün klasın adından çağıra bilirəm. Get ID. İndi söz yox, biz burada ID-ni görmək üçün sadəcə ID-nin özünə də klikləyə bilərdik. Amma eyni məğzi işi görən başqa bir metod yaratdıq. Bu bizə inkapsulyasiya da lazım olacaq. Biraz inkapsulyasiyaya giriş kimi də olsun. Cout da bunu çapa verməliyik. Çünki bu bizə dəyər qaytarır. Bu qaytarılan dəyəri biz görmək üçün printdə görməliyik. Ya hər hansı bir dəyişənə mənimsədib həmin dəyəri görəcəyik. Ya da ki, baxın burada. Ya da birbaşa buradakı kimi Cout-a çapa verəcəm. ID bu. İndi bir şey də göstərim. Baxın. Plus ID yazmaq istəyirəm. Burada bunu da verə bilərsiniz. Məcburi deyilsiniz ki, hər hansı bir statik metodun içərisində verəsiniz. Amma əksi mümkün deyil. Əksi mümkün deyil nə deməkdir? Məsələn, mən hər hansı bir statik dəyişən o deməkdir ki, bunların burada bayaq izah elədiyim instant və statik dəyişənlər üçün izah elədiyim isə rekorddan qırağa dayanılmış. Nəysə. Yenidən təkrarlayım. Instant dəyişənlər o deməkdir ki, hər obyektin həmin instant dəyərləri var. Ayrı-ayrı da ola bilər, eyni də ola bilər, fərqi yoxdur. Amma statik dəyərlər bütün obyektlər üçün eynidir. Metodlara isə baxanda və dəyişənlərə baxanda fərqi yoxdur. Metodlar, instant dəyişənlər və instant metodlar klasın adı ilə çağırılır. Amma klasın obyekti ilə çağırılır, amma class dəyişənləri sadəcə klasın adı ilə çağırılır. Yəni, mən ID-ni və yaxud da ki, print ID-ni, get ID-ni çağırmağım üçün hər hansı bir obyekt yaratmağıma gerək yoxdur. Sadəcə yazıram circle, nöqtə, ya ID, ya get ID. Görürsünüz, burada nöqtədən sonra mən hər hansı bir instant dəyəri görə bilmirəm. Instant dəyərlər də nələr demək? Nələrdir? Baxın, burada bu circle-dan sonra gələnlərdir. Məsələn, kiçik circle, nöqtə gələnlərdir.
Burada color'dır, name'dir, print detail'dir. Digər gördükləriniz isə bunların base klassından gələnlərdir. Düzdür, biz heç nədən inherit almamışıq hələ ki, sizin gördüyünüz qədəri ilə. Amma arxa fonda Java-da bütün klasslar obyektdən extend alırlar. Bu növbəti dərsin izahıdır və ona görə onlar biraz belə solğundular. Circle klassının özünün dəyərləri isə belə biraz bolddular. Bu belə. Görüm nəsə gözümdən qaçan bir şey qaldı mı? Yoxdur. Instantlar, statiklər. Bir də sizə bir metodların overloadingini göstərim. Məsələn, bu print detail name'i və color'ı çapa gedir. İndi mən yenə də bir print detail metodu yaradacağam. Hansı ki, istifadəçi bu print detail'in içinə bir mesaj göndərəcək. Və print detail metodu çağırılanda həmin mesajdan sonra bunlar çapa gedəcəklər. Yenə olduğu kimi public, yenə void, print detail, yəni əsas qaydalar nədir? Tipi eyni olmalıdır, adı eyni olmalıdır, amma parametrlərin sayı fərqli olmalı. Öncəki parametr sizdirsə, baxın siz bu eynisini yaratmaq istəyəndə deyir ki, bunun eynisi var zaten. Amma mən deyirəm ki, mən bunun artıq eynisini yox, string parametrlisini, string message götürənini çapa verirəm. İndi artıq bundan sonraki hissə onu maraqlandırmır. Səndə message olacaq, olmayacaq, çapa verərsən, verməyərsən, ya bəlkə eyni gövdəni çapa verirsən. Qısacası, o bilir ki, sən bu message olanı çağırırsan. Necə bilir? Təbii ki, bir dənə burada siyahudda message'in özünü də yazım. Yəni, bir message-in özünü çapa verəcək, ikinci də bayaq yazdıqlarımızı çapa verəcək. İndi gəlin main-də bunu necə çağırırıq? Main-də, baxın, bu birinci metoddur, hansı ki, mən indi onu overload elədim. Circle nöqtə p yazım, avtomatik olaraq gəlir. İki növü artıq var bizim üçün. Bir boş, bir də string message götürəm. String message götürürəmsə, avtomatik olaraq bunun içərisində hər hansı bir string atmalıyım. Mesela hello da sadə bir şey. Və bunları run eləyirik. Baxın, görürsünüz, indi burada. Birinci printdir. Bu da ikinci print detail'dir. Bu 9 buradaki hər hansı bir şeylərdən biri. Bu 9 bax, budur. Siz siyahudda gələndə. Ondan sonra name, circle color buradan gəlib. Qalan hissədə bayaq elə circle id'dir. Buradakı kimi 9'lar çapa gedir. Deməli, bugün nələri götürdük? Konstruktor, klassların fundamentalları, klass nədir? Statik və instant propertilər nələrdir? Konstruktor nədir? Konstruktorların overload olması nədir? Klassın instantı nədir? Bayaq sizə göstərdim. Circle, circle 1, circle 2, bunlar klassın instantlarıdır. Klassın obyekti necə yaradılır? İndi gəldik, klass yaddaşda necə oturulur? Bu barədə biraz danışdım. Bir də buradan göstərim sizə yenidən. Bu klassımızın özüdür. Bunlar da artıq yaranan klassın obyektləridir. Yaddaşda düzənli yox, hipdə olduqları üçün düzənsiz şəkildə olurlar. Düşünək ki, baxın, bu bir dənə hipdir. Düzənsiz şəkildə oturublar və bunların hamısının ünvanları var. Məsələn, bunun ünvanı deyək K-dır, bunun ünvanı nəsə A-dır, bununki B-dir. Və əgər siz siyahudda avtomatik olaraq klassın obyektinin öz adını çıxartsaz çapa. Məsələn, burada mən bütün bu əlavələri yığım buradan. Sizə rahat olsun. Mən sadəcə burada məsələn, circle yazsam və bunu run versəm, baxın, belə bir şey gəldi. Bu klassımızın, proyektimizin adı, bu da circle klassının adı, bu da həmin onun oturduğu həmin uzantıdır, həşlənmiş uzantısıdır, ünvan yeridir. Bunlar yaddaşda referans type olduğu üçün referansları ilə yadda saxlanılır. Yəni, sizin stackinizin içərisində birbaşa obyektin dəyəri deyil,
obyektin uzantısı oturur və hipdə, burada göstərdiyim bu hip yaddaşda obyektlər random şəkildə qalırlar. Yaddaşda durması bu versiyadadır. Bir obyektdə bir neçə dənə bir dəyişənə daha doğrusu bir neçə obyekt mənimsədə bilərsiniz və bu zaman bir obyektlə əlaqə qırılır, həmin obyekt havada qalmış olur. Bir dənə də prosesi burada sizə demonstrativ olaraq göstərim. Burada exam klassım var. Exam klassının daxilində bir non-statik, yəni referans time, instant dəyişənim var. Bu niyə belə uzandı? Instant dəyişənim var, adı neyimdir? Bir də təbii ki, konstruktorum var. Hansı ki, obyektin yaradılmasına kömək eləyən metoddur, belə deyək. İndi bu da mənim başqa bir klassımdır. Hansı ki, öz içində main metodu saxlayır. Və bu main metodun içində bir examın birinci obyekti yaradılır. Adı myExam qoyulur və bunun name'i PHP-dir. Yəni elə bir ki, belə bir dairə yarandı. İçində PHP yazılıb. Düşünün, PHP yazılıb və myExam'a bərkidilib. Buradakına baxın, yəni myExam içində PHP var. Növbəti addımda myExam'ın referansını qırmaq üçün buna null mənimsətdilər. Və hal-hazırda nə baş verdi? myExam dəyişəni var, amma onun referans elədiyi PHP ilə referansı qırıldı. Hal-hazırda bizim PHP hipin içində hər hansı bir dəyişənə referans vermədən dayanıb. Növbəti addımda myExam'ın yeni bir obyekt yaradıb ona mənimsətdilər. Yəni PHP qalıb havada, yeni bir SQL yaradılıb və SQL-in ünvanı yazılıb myExam'ın xanasına stəkdir. Və necə şəkil dəyişilir? SQL yaranıb, myExam'a mənimsədilib, PHP havadadır hələ ki. Və növbəti etapda isə yenidən bir dənə obyekt yaradırlar, Java obyekti, üçüncü obyekt. Onun yenə də referansı myExam'ın içərisinə yazılır. Artıq avtomatik olaraq PHP obyekti də, sonuncu SQL obyekti də referanssız qalırlar. Onların ünvanlarını başqa heç bir dəyişən özündə qeyd eləmir. Yəni, heç bir dəyişənə referans vermir. Və ümumiyyətlə deyə bilərsiniz ki, bu referans verməyən dəyişənlərlə sonra nə baş verir? Oranı izah eləmək istəyirəm. Referans verən dəyişənlər referansı qırılmadığı müddətcə hipdə var olurlar. Amma o ki, referans qırıldı, yəni PHP və SQL obyektlərində referans qırıldı, Java Garbage Collector deyə bir anlayış var. Java Garbage Collector'ın işi CPU səviyyəsində işə düşüb, lazımsız, referans verməyən bütün obyektləri silməkdir. Avtomatik olaraq SQL və PHP obyekti Java Virtual Machine tərəfindən silinəcək və həmin onların tutduğu yaddaş sahələri təmizlənəcək. Sadəcə Java Virtual Machine işi proqramçı tərəfindən nəzarət olunmur. O, CPU-nun müəyyən yaddaş hissəsi dolana qədər gözləyir və sonra işə düşür. O müddətə qədər CPU səviyyəsində getdiyi üçün həmin proses biraz gecikdirir, yəni proqramı ləngidə bilir. Ona görə insanlar, proqramçılar çox çalışırlar ki, obyekt yaratması prosesinə çox da üstünlük verməsinlər. Məsələn, singleton deyə bir pattern var, bunu araşdırarsınız istəsəniz. Orada sadəcə tək bir obyektlə bütün işləri görməyə çalışırlar. Amma bunun da yəni, özünün üstünlüyü və mənfi cəhətləri var təbii ki. Məsələn, ondan sonraki addımda kodda yeni bir yourExam deyə bir dəyişən yaradılır, ona PNP mənimsədilir. Bunun aşağıdakı referansı da bunun kimidir. Elə bir myExam Java'ya referans verib. Java referansını saxlayır. yourExam-da PNP-nin referansını saxlayır. Amma növbəti etapda deyir ki, yourExam saxlasın myExam-in referansını. Yəni, buradakı kimi və burada myExam-da bunu biraz aşağı düşdürüm, görəsiniz. Bunu da buradan götürüm. myExam-da, yourExam-da hər ikisi Java'ya referans verirlər və beləliklə təbii ki, PNP-də havada qalmış olur. Sonda PNP, SQL və PHP obyektləri Java Garbage Collector tərəfindən silinəcək. Silinməyə məruz qalan obyektlər olacaqlar.
İndi burada mesela buranı sizə göstərim. Tutaq ki, burada new exam yaradıldı. Bəli, artıq birinci obyekt yaradıldı. New exam'a ad mənimsədildi. Hələ ki, buraya qədər bir obyektimiz var. Sonra new exam null dedi. Artıq avtomatik olaraq bu OK Java Programmer Java Garbage Collector tərəfindən silinəcək. My exam yenə new exam dedi. İkinci obyekt yaradıldı və buna name'inə PHP mənimsədildi. Artıq demək olar ki, bizim bir dənə PHP adlı obyektimiz var. Name'i PHP olan obyektimiz var və my exam onun referansını saxlayır. Amma Java olan hissəsi təbii ki, silindi. Bu belə. Buraya qədər kiminsə sualı var. Java Garbage Collector nə işə yarayır? Prosesi nədir? Nəyi idarə edir? Nə iş görür? Bütün bunları izah eləməyə çalışdım. Bunu bilməyinizin vacibiyyəti nədir? Bunu bilməyinizin vacibiyyəti odur ki, CPU səviyyəsində yaranan obyektlər necə idarə olunur və onlardan sonra necə istifadə edirik, necə silinirlər bunlar, bütün bunları əhatə eləməyə çalışdım. Keçdik növbəti etapa. Görün başqa nələr qaldı bizdə burada. Təbii ki, növbəti də garbage collector getdi və new keyword-ü. New keyword-ü də bildiniz, gördüyünüz kimi hər dəfə mən obyekt yaradanda new açar sözünü yazdım, yeni obyekt yaradıldı. Və növbəti günün üçün siz özünüzü necə çek eləyə bilərsiniz bu tasklarla? Bu taskda məsələn person deyə bir class yaradacaqsınız, ona ID, name, age, profession, experience yaradacaqsınız. İki dənə fərqli konstruktor, biri boş, biri parametrli və metod yarada bilərsiniz. Hansı ki, buradakı bu experience-in dəyəri məsələn 1-dir. Bu metodla experience-in dəyərini 1 vahid artırasınız, ya 5 vahid artırasınız, fərq yoxdur. Buranı artıq sizə buraxıram. 3 növ fərqli task qoyuram. Bu məsələn car obyekti ilə bağlıdır, bu isə book ilə bağlıdır. Bunu hələ ki, enkapsülyasiyadan istifadə eləmədən normal klass olaraq yaradıb işlədin. Necə proses yaranır? 3-5 obyekt yaradın eyni klassın. Bir kodla işləyin, iç-içə olun. Görün, gələn dərsə sualınız olsa ilk onları cavablayın. Olmasa, əla, biraz da sual cavab eləmədən növbəti dərsə başlaya bilərik. Və kimlər ki, bu rekorddan dinləyəcəklər, sizlər də təbii ki, klass qrupda suallarınızı verə bilərsiniz, DM-dən suallar verə bilərsiniz, nə bilim, WhatsApp-dan yaza bilərsiniz, nömrəmi Instagram-dan tapa bilərsiniz onsuz da. Çox istəyərəm ki, mən sizdən geri dönüşlər alım. Nələr lazımdır oraları daha aydın izah eləmək üçün. Videoları 17-sinə qədər biz çəkib qutaracağıq, 24-nə qədər də siz izləyə bilərsiniz. Nəyə görə o vaxta qədər? Çünki bilirsiniz də, bir şeyə limit qoyulanda məncə daha motivasiyalı olub onu öyrənirsiniz. Çünki bilirsiniz ki, buradakı bu şeylər indi sizə lazımdır. Bir ildən sonra artıq başqa şeylər sizə lazım olacaqlar. Belə, sualınız var mı gənclər? Sizinlə bir saat nədir keçdi bilmədim və yaxşı ki, bütün mövzuları danışdım. Buyurun, sualınız. Xeyr, yoxdur müəllimə. İndi nə deməkdir? Mən bir dəfə də gedib evdə təkrar dərsə baxacağam, anlayacağam mı deməkdir, yoxsa anladım mı bütün dediklərimi deməkdir? Təkrar baxanda, məsələn, işlədikdə bilinəcək də, yəni başa Onda sizi düşürsünüz. bundan baş-başa buraxıram. Rekordu indi yükləyəcəm. Şeydə Classroom-da rekordu paylaşacağam. Sadəcə sizə açıq olacaq. Suallarınız olanda həqiqətən də çəkinmədən suallarınızı verməyinizi istəyirəm. Çünki bunu elan elədim və istəyirəm ki, burada iştirak edən hər kəs maksimal dərəcədə nəsə öyrənərək ayrılsın. Yəni, bu bir saatla boşuna getməsin. Belə, gününüz uğurlu keçsin. Bir daha görüşərik.